Züleyxa obrazını yazanda uşağım balacadır, anam da evdən xəstədir. Elə bir vəziyyətdəyəm ki, bir saatlıq evdən bayıra çıxa bilmirəm. Emil mənə Seni Salamdan zəng elədi ki, rejissor, gənc rejissordur. Həm də xanım, Həzrəti Yusuf filmini səsləndirməyə lazımdır. Hamı məsləhət gördü ki, siz Züleyxanı yazasınız. Çünki o sizə oxşayır ya da siz onu oxşayırsınız. Mən də indi istəyirəm deyim ki, deyirəm nə qədər, neçə seriyadır? Deyir 45, dedim nə? Yox, demək istəyirəm ağzımdan çıxır hə. Qəribə bir şeydir. Mən qəlbimlə deyirəm yox, ağzımdan çıxır hə. O deyir hə, sabah gözləyirik sizi. Telefonu qoymuşam, dəstək edirəm, mən neynədim? Sonra getdim mən onu görəndə, dedim, bu qız mənə necə oxşayır. Səsləndirmədən sonra oyla telefon vasitəsilə calaşdırdılar. O mənə öz təşəkkürünü bildirdi. Türkiyədə də səsləndirilib bu film, ərəb ölkələrində, amma heç yerdə ən çox uyğunluğu olan. Azərbaycandakı kimi, yəni bütün aktyorlar mükəmməl səsləndirmişdi. Züleyxa obrazını mən yazarkən, həqiqətən də mən o obraza, o insana, o ilahi varlığa, necə ki sonra ilahi varlığa çevrildi, o Allahın yolunu seçdi. Mən bir böyük bir mənəvi təmizlik keçdim. Mənim heç yadımdan çıxmaz ki, hətta axı səsləndirmə belədir, qulağında sən orijinal səs eşidirsən farsça, İran filmi və onu tərcüməsini oxuyursan və həm də üst-üstə düşməlidir. Pauza eləyəndə, ukladka eləyəndə, ona ukladka deyirlər. Düşməlidir ki, o danışanda səs danışır. Elə biləsən ki, o danışır. Onun səsi mənə, o aktrisanın səsi mənə mane olurdu. Mən ancaq Züleyxanı öz səsimlə eşitmək istəyirdim. Ona görə dublaj tarixində bəlkə çox nadir hala oldu ki, mən rejissora xahiş elədim ki, siz o səsi kəsin. Axı necə qulaq asacaqsan, necə olacaqsa, bizim işimiz olmasın. Mən ekrana baxa-baxa və mən ekrana baxa-baxa onu elədim. O ağlayanda mən də ağlayırdım. O ağzını açanda mən açırdım. O monologu, Züleyxa monologunu deyəndən sonra bunlar hamısı gürültülü alqışlarlar. Mən də ağlayıram filan. Rejissor gəldi, həm də xanım, o knopkanı basmadıq, hamısı pozuldu. Mən yarım saatda o monologu deyirəm, mən nə əziyyətlər çəkirəm, mən mənəvi cəhətdən təmizlənirəm. Mən dedim, yox, bunu ikinci dəfə deyə bilməyəcəm. Mənə dedilər, nə olar, çox xahiş edirik, 10 dəqiqə fasilə. Çay verdilər, su verdilər, mən özümə gəldim filan. Yenə də o vəziyyətə getmək üçün, yenə sən onun yaşadığını gözlərindən görüb, onu təzədən yaşamalısan. Yaşamalısan, o ağlayırsa ağlamalısan, onun dediyi fikrə, özü və onun fikri sənə çatmalıdır beynivə ki, sən onu ürəkdən deyəsən. Və onu mən təzədən deməli. Bir növü onun ovqatının səsi ilə. Bəli, onun obrazını, o ruhunu, hər bütün əzasına qədər onun səsində səsləndirib.